Ölkəmizdə yaşayan əcnəbilərin Azərbaycan dilini, tarix və mədəniyyətimizi, hüquq və vəzifələrini öyrənmələri üçün Dövlət Miqrasiya Xidməti hansı tədbirlər həyata keçirir? Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris Mərkəzi tərəfindən Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün Azərbaycan Respublikasının dövlət dilində ödənişsiz əsaslarla kurslar təşkil edilir. Kurslarda iştirak etmək istəyən, Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin Təlim-Tədris Mərkəzi bölməsinə daxil olub, elektron qaydada qeydiyyatdan keçə bilərlər. Bunun üçün qeydiyyat bölməsinə keçid edərək açılan səhifədə müvafiq kanallar doldurularaq göndərilməsi tələb olunur. Kursun müddəti, tədris günləri və saatları, kursda iştirak qaydaları ilə bağlı məlumatlar və tədris materialları iş günləri ərzində iştirakçının qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanına göndərilir.